Hal-hazırda Bakı Rusiya Quba yolundayıq. Yolun vəziyyətinə baxın. Yolun vəziyyəti bərbad gündədir. Yolun vəziyyəti bərbad gündədir. Bakıdan bura durub gəlmişəm. Yəni Sumqayıtı çıxandan sonra bu yolla gediş-gəliş edənlər biləcək yol nə vəziyyətdədir. Mən maşınımın da qabaq hissəsini vurdum. Əzdim, baxın elə burada. Bu hissədə. Yəni yol tamamilə, qabaqda da görürsünüz, yol tamamilə bərbad vəziyyətdədir. Yolun qarşı tərəfi asfalt olub. Yolun bu tərəfi isə yəni istifadəsiz haldadır. Yəni o dərəcəyə gəlib çatıb. Yolun qarşı tərəfi buradır. Gördüyünüz kimi. Bu Bakı istiqamətindədir. Bu isə Siyəzən Quba istiqaməti. Aidiyyəti qurumlar hara baxır bilmirəm.